Salam, hər vaxtınız xeyir olsun əziz tamaşaçılar. CBC Sport'a baxırsınız. Ay Həkim efirdədir. Studiyada Doktor Tutu Zeynalovadır. Bugün də növbəti maraqlı qonağımızla maraqlı söhbətimiz olacaq. Sağlamlığımız mövzusunda maariflənəcəyik və tibbi biliklərimizi artırmağa çalışacağıq. Bugün biz nefrologiyadan danışacağıq. Nevrologiya yox, nefrologiyadan. Nefroloq həkim kimdir? Nə iş görür? Ümumiyyətlə, böyrəyimiz haqqında minimum nələri bilməliyik? Bütün bu sualların cavabını Hacettepe Üniversitetinin məzunu uzman doktor Cəbrayıl Cəbrayılov verəcək. Xoş gəlmişsiniz. Çox şadam sizi görməyimə studiyamızda. Öncəliklə təşəkkür edirəm. Çünki bilirəm ki, nefroloq uzman olaraq deyəsən yeganəsiz Azərbaycanda var mı? Başqa yeganəsizsiz. Bəli, xəstə sayınızı və sizin qəbulunuza ümumiyyətlə düşməyin necə çətin olduğunu bilirəm, amma sağ olun ki, gəldi studiyamıza və bizim əhalini də bugün əminəm ki, maarifləndirəcəyik. Doktor, nefroloq kimdir ümumiyyətlə və uroloqdan fərqi nədir? Yəni, hər ikisi deyəndə ağla böyrəklər gəlir çünki. Mən də bir daha təşəkkür edirəm dəvətiniz üçün. Qısaca nefrologiya həqiqətən də çox qarışan bir ixtisas sahəsidir. Qısaca desək, böyrəyin qeyri-cərrahi xəstəlikləri ilə məşğul olan tip sahəsidir, elm sahəsidir. Böyrəyin həm iltihabi, həm qeyri-iltihabi və qeyri-cərrahi ixtisasları, xəstəliklərlə məşğul olan tip sahəsidir. Uroloji bizim həm böyrəklərin özü üst sidik ifrazat sistemidir və bir də alt sidik ifrazat sistemi vardır. Uroloji həm böyrəyin, həm də alt ifrazat, sidik ifrazat sisteminin cərrahi xəstəlikləri ilə məşğul olan elm sahəsidir. Və bizim əsas fərqimiz, yəni çox kobud şəkildə desək, əməliyyat eləyə bilməyimiz və bilməməyimizə görə dəyişir. Uroloqlar əməliyyat eləyir, nefroloqlar terapiya ilə məşğul olur, müalicə ilə məşğul olursunuz. Türkiyədə işləmişsiniz illərlə və hal-hazırda Azərbaycandasınız. Düzdür, biz qida mədəniyyəti olsun, ümumiyyətlə mədəniyyət olaraq çox yaxınıq Türkiyə ilə. Amma yenə də müqayisə etsək, Azərbaycana gələndən sonra müşahidələriniz nəyi göstərir? Hansı xəstəliklərlə daha gec müraciət edirlər və yaxud bu xəstəlikləri Azərbaycanda daha çox görürəm, Türkiyədə daha az idi və yaxud digər Avropa ölkələri ilə müqayisə etsək? Əslində, həm kültürel olaraq, həm adət-ənənə olaraq iki millət bir-birinə yaxındır, amma böyük fərqlər yenə də vardır. Yəni, nə qədər də yaxın olsaq, qida şəraitimizdə belə böyük, yəni qida vərdişlərimizdə belə böyük fərqlər vardır və ona görə də ikisini bir olaraq tam müqayisə etmək doğru deyildir. Amma xəstəlik misalında baxsaq, bütün dünyada da burada olduğu kimi hər yerdə diabet ön planda gedir və böyrək xəstəliklərinin xroniki böyrək çatmazlığının ana problemlərindən biri diabet xəstəliyidir. Və burada da Türkiyədə gördüyüm kimi yenə də ən önəmli həkimə gec müraciətlənsə, yəni xəstəliklər diabet və diabetə bağlı ağırlaşmalar olurlar. Yəni sadəcə olaraq bizim insanlar bir şeyi doğru bilmirlər. Yəni şəkər üçün bir dərman atıramsa, tamam, şəkərim kontrol altındadır. Bu doğru deyildir. Şəkər üçün yalnızca dərman atmaqla deyil, orada lazım olan hədəflərə, hədəf nöqtələrə gəlib çatıb-çatmamağınızla bağlıdır. Həyat tərzi dəyişiklikləri. Həyat tərzi dəyişiklikləri, yəni lazım olsa, əgər sizin istifadə etdiyiniz dərmanlar şəkərlərinizi bizim istədiyimiz səviyyələrdə saxlaya bilmirsə, dərman dəyişiklikləri, lazım olduğunda insulin müalicəsinə keçirilmək və digər şeylər. Amma ümumi götürdüyümüzdə Azərbaycanda yetəri qədər nadir xəstəliklər də vardır. Bəzilərini hətta Türkiyədə daha az sayda gördüyüm, burada bir miqdar daha çox gördüyüm vardır. Misal olaraq? Misal olaraq, yəni bəzi şeylər, immunoglobulin A nefropatiyası bizdə bir çox hallarda çox az olaraq düşünülürdü, amma bu o qədər də az deyildir. Bizdə də onlar qədər vardır. FMF bizim bölgə üçün biraz daha az düşünülürdü, amma yetərə qədər diaqnoz almamış FMF xəstəmiz vardır. Xüsusilə də bizim Qarabağ bölgəsində, çünki FMF daha çox Aralıq dəniz sahillərinin bir xəstəliyi olaraq düşünülürdü, amma deyil. Azərbaycanda yetərə qədər bu xəstəliklə izlənən xəstələrimiz var. Aydındır. Və nefrologiya deyəndə təbii ki, biz böyrəklərin funksiyasının bərpası ilə məşğul olan həkimlər deyirik. Gəlin başlayaq öncədən. Biz hamı bilir ki, xəstələnəndə həkimə getmək lazımdır. Amma necə edək ki, o böyrəklərimiz bizə daha uzun müddət xidmət eləsin, böyrəklərimizi qoruyaq? Yəni, harada səhv edirik ki, bu nefroloji problemlərə gətirib çıxardır? Burada nefroloji problemlərdə əsas məsələlər nədir? Birincisi, bizdə bəzi bölgələrin endemik olaraq bəzi xəstəliklərə yatqınlığı vardır. Xüsusilə bizim cənub bölgənin daş xəstəliyinə yatqınlığı vardır, böyrək daşlarına. Onu artıq bir miqdar araşdırmaqla, yəni oradakı suya görədirmi, yoxsa qida şəraitinə görədirmi, orada biraz daşın daha çox olmağı və ya
digər tərəfdən baxdığımızda, yəni bu iltihabi xəstəliklər və ya məsələn glomerulonefritlər dediyimiz iltihabi xəstəliklərdə burada öncədən diqqət edə biləcəyiniz bir şey yoxdur. Yəni bunların bəziləri yəni hamısı immunolojik olaraq əmələ gəlir. Bəzilərində genetik bir zəmin vardır, bəzilərində yoxdur. Sadəcə olaraq xüsusi maddələrə təmas sonrası əmələ gəlir. Yəni bunu əvvəldən predikt etmək mümkün deyildir. Olacaq və ya olmayacaq. Amma ümumi götürdüyümüzdə böyrək sağlamlığımız üçün nə diqqət eləyəcəyik? Təzyiqlərimiz normal səviyyələrdə olacaq. Yəni təzyiq yüksəkliyini sevmir böyrəklər və yüksək təzyiqlə uzun müddət stabil getdiyində bir yerdən sonra böyrək çatmazlığına səbəb ola bilir. İkincisi, çox duzu sevmir böyrəklər. Yəni qidamızda şoraba mövsümüdür. Tək şoraba deyil. Yəni bizim hamı yemək atdığı duzu fikirləşir, amma yeməyin bişirilməsi zamanında istifadə olunan duzu çox yüksək miqdarda istifadə etdiyimizdə biraz ağız dadımız o yüksək duzlu diyetə öyrəşib. Və buna bağlı olaraq da yəni bu yüksək duzu, çünki sizin gündəlik aldığınız duz miqdarının artığını hamısını böyrəklər atır və nə qədər çox alsanız, onu atmaq üçün o qədər çox enerji sərf eləyəcək və yorulacaq bir yerdən sonra. Nəzərə alsaq ki, suyu da doğru düzgün içmirik. İçmirik. Yetəri qədər su içmə vərdişimiz yoxdur bizdə. Çayı daha çox ön planda tuturuq, amma o da istədiyimiz həcmlərdə olmur. Bizim istədiyimiz su həcmində olmur. Yetərsiz maye qəbuldur, təzyiq yüksəklikləridir və təbii ki, hər hansı bir altda yatan xroniki xəstəliyin kontrol altında olmamasıdır. Yəni böyrəyimizə mənfi təsir edən, yanaşı gedən hansı xəstəliklərdir ki, onlar birinci diabet dediniz ki, diabet ən çox böyrəkləri zədələyir. Gözlərimizi, böyrəklərimizi, ümumiyyətlə bütün orqanlarımızı zədələyir. Başqa hansı xəstəlikləri olanlar böyrəklərin mütləq nəzarətdə saxlamalıdırlar? Hipertoniyası olanlar, diabetlilər. Hipertoniyası olanlar, diabet, yəni ümumi ən çox yayılanlardan danışsaq, hipertoniya və diabeti olanlar təbii ki, ürəyin iskemik xəstəliyi və digər kardiovaskular problemləri olan xəstələrdə bunlar ön plandadır. Digər xəstə qrupları da artıq, yəni böyrək daha çox, yəni hər bir orqandan zədələnə bilir. Hər bir orqanın sistemin xəstəliyi zamanı bir zədələnmə faktoru ola bilir. Bunu daim nəzarət, yəni hər belə desək, yəni hər xəstə nefroloqa müraciət eləməlidirmi? Xeyr. Onu artıq birincili olaraq onun xəstəliyini təqib edən həkim artıq nefroloqa müraciət zamanı gəldiyində onu göndərməsi lazım. Yəni hər xəstənin gəlməsinə də ehtiyac yoxdur. Yəni birbaşa xəstə nefroloqa gəlmir. Hansısa bir xəstəliyin böyrəyə verdiyi ağırlaşma zamanı bizim nefroloqa ehtiyacımız olur. Doğru mu anladım? Bəli. Yəni çünki böyrəklər biraz lal orqanlardır. Yəni son ana qədər işləyəcək. Yəni heç bir şeydən şikayət etməyəcək, ağrı verməyəcək, sizi heç bir şəkildə incitməyəcək, sonuna qədər işləyəcək. Amma son mərhələdə artıq böyrək çatmazlığı olanda artıq onun şikayətləri başlamış olacaq. Yəni çünki böyrəyin atmalı olduğu toksinlər böyrək çatdırıb ata bilməyəndə onun toksik təsirləri başlayır. Və bu xəstələr artıq özləri o zaman yəni əksər zamanda bizə xəstələr fərqli bir şəkildə gəlirlər. Ya halsızlığım var idi, bulantı qusmam var idi. Getdim, analiz verdim, kreatinin yüksəkdir dedilər, gəldim. Və ya anjiyo olacaqdım, analiz verdim, kreatinin yüksəkdir deyə gəldim. Və ya şəkərim var idi, doktorum dedi ki, sidiyində zülal var, nefroloqa göndərdi. Əksər zaman bəli, bu şəkildə gəlirlər. Yəni çünki böyrək özü birbaşa nadirən əlamət verdiyindən o zaman yəni bir çox həkimin yönləndirməsi ilə gəlir xəstələrimiz. Böyrəyimizin sağlam olub-olmadığını və yaxud funksiyasını yerinə yetirib-yetirmədiyini, problemin olub və ya olma ehtimalının olub-olmadığını bilmək üçün qızıl standart və yaxud hansı bir analiz varmı ki, o analizdən biz bilə bilərik ki, yəni mənim böyrəyim normal işləyir, yoxsa yox və yaxud ultrasəs müayinəsi mi, yetərlidirmi böyrəklərə baxmaq üçün? Nədir burada qızıl standartlar? Ultrasəs müayinəsi heç bir şəkildə yetərli deyildir. Çünki əksər zaman xüsusilə də məsələn, diabet xəstələrində ola bilər və ya digər miyelom və ya birikimlə gedə bilən xəstəliklərdə böyrək ölçüləri kiçilmədən də xroniki böyrək çatmazlığı ola bilər. Yəni ultrasonla baxdığınızda böyrəklər tamamilə normal quruluşda olub, son mərhələ böyrək çatmazlığı ola bilər və ya tam tərsinə kəskin böyrək çatmazlığı ola bilər. Yəni ultrasəs müayinəsi bizim üçün əsas böyrəyin digər problemləri varmı deyə. Yəni yola düşmüş bir daş varmı ki, böyrəyin işləməyinə mane olur. Böyrəyə kənardan baskı eləyən hər hansı bir kitlə, törəmə varmı? Böyrəyin özünün törəməsi varmı? Böyrəkdə kistlər varmı? Kimi şeyləri ayırt eləmək üçün istifadə elədiyimiz bir müayinə üsuludur. Yəni birbaşa böyrək funksiyası haqqında bir
fikir vermir. Bəs böbrək funksiyası haqqında nələr fikir verir? Ən sadə bir şəkildə sidin ümumi analizi və bir də sadə bir kreatin analizi ilə təqibdə ola bilərik. Xüsusilə də xronki xəstəlikləri olan xəstələrimizin, xüsusilə də diabeti olan xəstələrimizin ildə ən azından 2 dəfə sidin ümumi analizi verməyini tövsiyə edirik. Yəni çünki böbrəklər hələ kreatinlər stabil olduğu zamanda belə sidin ümumi analizində zülal itkisi ilə və ya immunoglobulin A nefropatiyası bayaq dedik, onlar heç bir əlaməti olmadan sidikdə mikroskopik bir hematuriya ilə, zəif bir hematuriya ilə gedə bilərlər ki, xəstə indiyə qədər heç bir zaman heç bir şeydən şikayət eləmiş olmaz. Ki, bəzən də elə xəstələrimiz olur. Yəni, gənc bir insan gəlir, oturur, kreatinlər artıq son mərhələdə böbrək çatmazlığıdır. Amma ya ilk dediyi şey, doktor, mənim indiyə qədər böbrəklərdə heç bir şikayətim yox idi. Amma olmaz da. Dediyim kimi, böbrəklər son mərhələyə gəlinə qədər heç bir əlamət vermədən bir çox şeyi artıq işin üstündən keçmiş ola bilir. Bir də bizim xanımlarda tez-tez rast gəlinən sistit xəstəliyi olur, sidik yolları infeksiyaları olur. Bunlar necə qalxan yolla gedib böbrəklərimizin funksiyasını poza bilərmi? Təbii ki, burada da bir önəmli məqam var. Sistitlər üçün də çox vaxt nefroloqlara başvururlar, amma sistitlər daha çox uroloji və infeksion xəstəliklərin məşğul olduğu bir sahədir. Amma buradakı önəmli nöqtə nədir? Yəni, biz öz xəstələrimizə başvurduqlarda onları həmən göndərmirik. Yəni, əgər sadə ağırlaşmamış sidik yolu infeksiyasıdırsa, təbii, biz bunu müalicə eləyirik. Yəni, dünyada standart rəhbərlərin tövsiyə elədiyi müalicə protokolları var. Amma bərabərində xəstənin ağırlaşmış sidik yolu infeksiyonu varsa, yəni artıq ətraf toxumalara keçən bir infeksiyonu varsa və ya sidik hissəsində morfoloji bir dəyişikliklər varsa, polip var, kist var, törəmə var, bu zaman artıq işi mütəxəssisinə buraxmaq lazımdır. Yəni daha ağır xəstələri birbaşa uroloji və infeksion xəstəliklərinə, amma sadə sidik yolu infeksiyonlarını özümüz izləyirik. Bu zaman da dediyiniz kimi, yəni nadirən də olsa alt sidik yolu infeksiyonları yuxarıya doğru qalxaraq vertikal yolla pielonefritdə verə bilər. Bu baxımdan da diqqətli olmaq lazımdır. Bir də siz biraz əvvəl qeyd etdiniz gizli hematuriya, amma bəzən biz yadımdadır ki, universitetdə də biz uroloji kafedralarında bizə deyirlər ki, sidikdə qan gördünüzsə, mütləq bu artıq həyəcan siqnalıdır, siqnal simptomlardır. Yəni sidikdə qan hansı xəstəliklərin siqnal simptomudur və yaxud hansı siqnal simptomlar var ki, bu artıq böbrəkdə bir problem var xəbərini verir bizə? Sidin ümumi analizində heç mi qan olmamalıdır, heç mi qırmızı qan hüceyrəsi olmamalıdır? Yox, olmalıdır. Böbrəklərimiz günə 2 milyon eritrosit atır. Günə. Yəni sidin ümumi analizində 2-3 eritrosit maksimum 4-ə qədər görə bilərsiniz. Problem yoxdur. Amma sidikdə qan 2 yerə bölünür. Mikrohematuriya, yəni xəstənin gözlə görmədiyi, amma analizdə çıxan, bir də makrohematuriya, həm analizdə çıxan, həm də xəstənin gözlə gördüyü. Makrohematuriyalar əksər zamanlarda ya daşa bağlı olurlar, ya böbrək daxilində arteriovenöz malformasyonlara, damar yumaqcıqlarına bağlı olurlar, zədələnmələrə bağlı ola bilərlər, travmalara bağlı ola bilər və infeksiyona bağlı ola bilərlər makrohematuriyalar. Mikrohematuriyalar əksər zamanlarda böbrəyin iltihabi və inflamatuar xəstəliklərinə bağlı olur. Bunlar glomerulonefritlər ola bilərlər. Bunlar yuxarıda, amma hərəkətsiz sakit daşlara bağlı ola bilərlər. Bunlar kistlərə bağlı ola bilərlər. Düzdür, kistlər də qanayanda makrohematuriya keçə bilirlər. Amma sadə mikrohematuriya ilə əksər zaman glomerulonefritlər gedirlər və bunu xəstə özü gözü ilə görmür, amma sidin ümumi analizində çıxır. İmmunoglobulin A nefropatiyası bayaq dediyimiz orada da maraqlı şəkildə gedə bilər. Yəni bizim ən sevmədiyimiz xəstəliklərdən biridir. Çünki öndən necə gedəcəyini prediktə edə bilmirik. Yəni bu xəstəlik 13-14 yaşından başlayır və ömür boyu səssiz bir şəkildə mikrohematuriya ilə gedə bilər və xəstənin heç bir şəkildə heç bir şeydən xəbəri olmaz. Amma 30 yaşında son mərhələdə böbrək çatmazlığına da gətirib çatıra bilər. Yəni bunu öndən prediktə eləmək mümkün deyildir. Və xüsusilə də toplumda əgər çoxdursa bu, bəzi ölkələrdə, özəlliklə Yaponiyada bütün şagirdləri ildə bir dəfə sidin ümumi analizinə baxırlar. Yəni immunoglobulin A nefropatiyası varsa öndən tarayıb, öndən müalicəsini başlamaq üçün. Yəni ümumiyyətlə ildə bir dəfə heç olmasa bütün ailə üzvləri sidin ümumi analizini versin. Tövsiyə olunur. Günün mesajı bu olsun ki, gələcəkdə yarana biləcək problemlərin öncədən görə bilək. Doktor, həyat tərzi
dəyişiklikləri dedik biz bayaqları. Alkoqol istifadəsi, tütün istifadəsi və yaxud qidalardan deyək ki, ət çox yemək böyrəklərimizi yorur, nə bilim, ispanaq çox yemək mi yorur və yaxud əksinə qarpız yemək daha yaxşıdır. Çünki bəzən biz eşidirik insanlardan ki, mən su içəndə şişirəm, böyrəklərim yaxşı süzmür, belə ifadələr eşidirik. Yəni bunların arasında bir paralel çəksək varmı belə bir şey? Yoxsa sırf genlərimizdən asılıdır? Elə insanlar ömür boyu ət yeyir, heç nə də olmur. Tək genlərimizdən asılı deyil. Xeyr, yəni yetəri qədər o adam da uzun yaşasa, onda da hansısa bir problemlər çıxacaqdır. Buradakı önemli sırayla geçsək, yəni su içilməlidirmi? Bəli, su içilməlidir. Nə qədər içilməlidir? Bunun bir standardı yoxdur. Yəni günə mütləq 3 litr su için deyə bilmirik biz xəstələrə. Yay dönəmi biraz daha çox içəcəksiniz, qış dönəmi biraz daha az içəcəksiniz. Önemli olan faktorlardan biri sidik rənginiz açıq rəngdə olmalıdır. Yəni sidik rənginiz açıq rəngdəsə yetərli qədər maye qəbulunu var deməkdir. Bu su da ola bilər, çay da ola bilər, meyvə suyu da ola bilər, fərq eləmir. Maksimum şəkildə şirin sulardan və energetik içkilərdən uzaq olunmasını istəyirik. Çünki həm kəskin böyrək çatmazlığına səbəb ola bilirlər, həm də böyrək daşının yaranma ehtimalını artırırlar. Üçüncü olaraq, su içirəm, şişirəmdəki önemli faktorlardan biri duz qəbulunuzdur. Yəni böyrək suyu rahat bir şəkildə süzə bilir. Böyrəyin süzə bilmədiyi və ya güc istədiyi duzdur. Siz su ilə bərabər yüksək miqdarda duz qəbul edirsinizsə, o duz dəri altında çökərək nozmolar sodyum yükü yaradaraq dərinin altını şişirdir. Yəni su içdiyinizdə su artıq oraya depolanmağa başlayır. Yəni şişməmək üçün və təzyiqlərinizi kontrol altına almaq üçün birinci duza diqqət edəcəksiniz. Yəni dərman müalicəsindən öncə birinci duz istifadəsidir. Və bir hipertoniya xəstəsi, bir təzyiq xəstəsi duz istifadəsini azaltmadığı müddətcə istədiyi qədər təzyiq dərmanı içsə belə o təzyiqlər kontrol altında olmayacaqdır heç bir zaman. Ət məsələsinə gəldiyimizdə yüksək proteinli diyet ziyandır. Həm böyrəklərə, həm gastrointestinal mədə bağırsaq sistemindən kardiovaskulyar sistemə. Bura daxildir idmançıların istifadə etdiyi protein tozları da eşidilir. Bunların özü də yəni yüksək proteinli diyet olduğu üçün filtrasyona negativ təsir edirlər. Amma bəzən belə bir yanlış fikir olur xəstələr arasında. Mənim kreatinim yüksəkdir, mən qırmızı ət yeməməliyəm. Yəni sizin ətlə aldığınız kreatininlə qandakı kreatin arasında bir fərq yoxdur. Orada önemli olan nöqtə bu zülalın qısıtlanmasıdır. Bəzi insanlar deyir ki, yəni qırmızı ət yeməsəm, ağ ət yesəm iş düzəldi. Deyil. İkisi də zülaldır. Kilo başına lazım olan protein miqdarı normadan yüksək olmamalıdır. Olmamalıdır. Hətta bəzən toyuğun filesində daha yüksək protein vardır, nəinki qırmızı ətdə. Yəni bunu yanlış bilərək mən qırmızı ət yeməsəm böyrəyim düzələcək. Heç bir əlaqəsi yoxdur. Yəni protein proteindir. Aldığınızda yenə də o qandakı və buradakı qida ilə aldığınız bəzən iş olur. Sidiyində protein ürüsü olanlar, zülallı olanlar, mən zülallı az yeyim ki, sidiyimdə az zülal çıxsın. Onun da ondan bir əlaqəsi yoxdur. Yəni sizin aldığınız zülal amin turşulara parçalamadan, xırda hissələrə parçalamadan qana əmilmir. Qana əmildikdən sonra yeni zülal əmələ gəlir və böyrəkdə bir iltihabi proses varsa, oradakı boşluqlardan sidiyə çıxır. Yəni yediyiniz zülalı azaltmaqla sidikdəki zülal miqdarını azalda bilməzsiniz. Altdakı məsələni həll eləməyiniz lazımdır. Bura bitkisel zülal qaynaqları da daxildir. Bitkisel zülal qaynaqları çox oraya daxil deyirlər. Çünki bitkisel zülallarda belə bir şey vardır. Bitkisel zülallar D-amin turşu strukturunda olduğu üçün biz onların bir çoxunu əmə bilmirik. Yəni onlar bağırsaqdan mənimsəmədən atılır. Amma bizim heyvani olaraq daha yüksək miqdarlar. Yəni bağırsaqdan mənimsənilir, amma çox az bir hissəsi. Nəinki heyvani zülal. Orada struktur dəyişikliyi var. O mənimsənilən D-amin turşular, bitkisel amin turşular birbaşa protein sintezində istifadə olunmur. Onlar struktur dəyişərək digər şəkildə istifadə olunurlar. Yəni ya karbohidrat, ya yağ sintezində istifadə olunan. Birbaşa protein sintezində biz ancaq heyvani qidalardan aldığımız əsas istifadə edirik. Aydındır. Yəni hipertoniyadan əziyyət çəkənlər, eşidin, bilin, bir daha söyləyirəm, hər gün evdə də bunu anama deyirəm, amma qəbul etmir ki, yox, mən duz yemirəm. Duzu azaltmasanız, gündəlik qəbul etdiyiniz duz 5 qram idi. 4-5 qram arasında olmalıdır. Yəni bir silmə çay qaşığı qədər. Bura daxildir xörəklərə əlavə elədiyiniz duz, şorabalardan aldığınız duz, çörəkdən aldığınız duz. Yeməyi tomatla pişirirsinizsə, onun içində də mütləq aldığınız qidalarda natrium sözünü oxuyun ki, nə qədərdir.
Yəni duzu nə qədər azaltmasanız, sizin təzyiq dərmanlarınız sizə kömək etməyəcək. Doğru mu vurğuladım bilmirəm. Çok doğru vurguladınız. Hatta yani bu da vardır. Eğer bir insan heyvani gıdalarla gıdalanırsa, yani et, yumurta, yağ, pendir yiyirsə, vegan veya vejetaryen değilse, o heyvanlı gıdalarda yeteri kadar duz miktarını alır. Bizim hocanın həmişə bir mesele var idi. Yani siz təbiətdə duz yalayan keçi görebilirsiniz, inek görebilirsiniz ama duz yalayan aslan görebilmezsiniz. Çünkü o heyvani gıdayla gıdalandığından ya, o yeteri kadar duz miktarını alır bedenle. Biz bitkilerden ancak bitkilerle gıdalandığımızda yeteri kadar duz almırıq. Yani insan minimum 2 gram gündelik duz istifade eləsə onun hayatta kalması için yeterlidir. Ama 4-5 gram artık yani daha ideal istifade şeyidir. Aydındır. Doktor, bir də biraz əvvəl siz qeyd etdiniz ki, ultrasəs müayinəsində bu da bizim mən tez-tez rast gəldiyim patologiyadır. Böyrəkdə kista var dedilər, amma həkim dedi ki, qorxulu deyil, o bir problem yaratmaz. Bu böyrəkdəki kistaların təzyiq yaratma ehtimalı varmı, yoxsa bunun təhlükəli sayılırmı, yoxsa elə nəzarətdə saxlayaq onları? Təzyiq üçün bunu deyim. Börək kistası börək damarlarına basmırsa çox təzyiq yaratmaz. Orada altta başka bir problem vardır. Börək kistalarının hansı yaşta görüldüğü önemlidir ve sayı önemlidir ve hansı börekte olduğu. Yani genç yaşta her iki börekte çok sayılı kista bu problemdir. İleri yaşta bir börekte bir dene veya her iki börekte bir dene iki dene kista problem yoktu. Hamıda olacak. Yani çünkü bizim için önemli olan polikistik börek xəstəliyidir ki, Azərbaycanda da yeteri qədər var. Bu ailesel otozomal dominant olarak geçir ekser zamanlarda. Genç yaşlarında hər iki börekte 2 ve daha çok kista varsa, bəli bu xəstələr yaxından izlənilməlidir. Çünkü gelecekte polikistik börek olup son mərhələ börek çatmazlığına da ilerleyə bilərlər. Ama 50-55 yaşında bir insanda çektiğiniz ultrases muayenesinde bir börekli bir tane sade kista gördünüz, bir problem yoktur onda. Tabii ki bu kistaların da özünün Bosniak sistemine göre sınıflandırılması vardır. Tip 1, 2, 3, 4. Yani tip 1, tip 2 sade kistalardır. Onlara toxunmağa ihtiyaç yoktur. Ama içinde hər hansı bir töreme görülürsə, içinde hər hansı bir enfeksiyon görülürsə, qanama görülürsə, bəli o zaman o kistaya müdaxilə eləməyin bir mənası var. Yox, sadə kistadır, içində hər hansı bir patologiya görünmürsə, o kistaya toxunmağın mənası yoxdur. Və ya o kistanı boşaldaq, börək rahatlasın, onun da bir faydasını görməyəcəksiniz. Və inşallah ki, sizi yormadım. Son bir sualımı da vermək istəyirəm. Siz qeyd elədiniz ki, börək çatışmazlığı və s. Bu, yəni börəklərin bir gün işləməməsi deməkdir. Nə ilə təhlükəlidir və dializə gedir bildiyim qədərilə bu xəstələr. Ömrü boyu dializlə yaşamaq mümkündürmü, yoxsa dializ bizim ömrümüzü qısaldırmı? Niyə bu qədər qorxuruq ki, börəklərimiz işlənməyə bilər? Tabii ki yani bir insanda işleyen organ kadar mükemmel bir şey yoktur. Tabii ki. Ama nefrologlar en şanslı ihtisas sahilerinden biridir. Çünkü 1954. ildən bu yana dializ ilk dəfə çıxdığından bu yana hələ bizim heç bir xəstə börək çatmazlığından ölməyib. Bizim xəstələr ya infarktdan, ya insultdan, ya infeksiyondan itirir biz xəstələrimizi. Dializ əslində bir möcüzədir. Yəni bir insanın iki orqanının, yəni iki böreğin ikisi də işləmədiyi şəkildə bu insan həyatda qala bilir. Və bəzən xəstələr deyirlər, yox, o həyatda qalmaqdansa qalmamaq daha yaxşıdır, heç bir əlaqəsi yoxdur. Sadəcə olaraq dializ xəstələri xüsusi xəstə qrubudur. Onlara xüsusi şəkildə yanaşmaq lazımdır. Xüsusi qulluq lazımdır. Xüsusi qulluq lazımdır. Yəni aylıq analizlərinə baxılacaq, dərmanları tənzimlənəcək və bu şəkildə izlənəcək. Mənim şəxsi gördüyüm ən uzun yaşayan 30 ildir, 85 yaşında itirdiyi xəstəmizi, 30 il dializə girdi bu xəstəmiz. Yəni dializ tam börək funksiyasını yerinə yetirir. Tam olmasa da ama yəni həyat qurtarıcıdır. Həyat kurtarır. Çünkü börek 7 gün 24 saat işləyir. Siz dialize girdiğinizde ama yani haftanın 3 günü 4 saatten 12 saat. Yani saat olarak beraber olmurlar. Ama həyat funksiyalarını idame etdirməkdə çox önəmlidirlər və yeteri qədər yaxşı baxıldığında bu xəstələr həyat yani normal işleriyle de məşğul ola bilərlər. Tabii ki normal hemodializ değil, bir de periton dializi vardır. Periton dializine tətbiq elədiyinizdə bu xəstələr hətta günlük işlərini bile çox rahat bir şəkildə görür. Çünkü bir mərkəzə bağlı olurlar və günlük dializ eləyirlər və təbii ki bunların ikisindən də daha üstün börək transplantasiyası vardır. Ən
ilk transplantasiyalardan biridir və ən rahat transplantasiyalardan biridir. Xəstələri yenə yaxşı bir şəkildə nəzarət etsəniz, uzun illərdə xəstə sizinlə birlikdə olacaq. Və buradan növbəti verilişimiz üçün mövzu çıxdı. Ona görə sizi yenidən studiyamıza gözləyirəm. Çünki suallarım çox qaldı ki, bir börəyi varsa necə yaşamalıdır bu insan? Sağ börəklə sol börək arasında fərq varmı? Hansı daha güclüdür? Məsələn, sağ əlimiz daha güclüdür. Bütün bu sualları növbəti verilişimizdə sizi gözləyirəm ki, bizim tamaşaçılara da əminəm ki, börək mövzusu maraqlıdır. Siz də xahiş edirəm, gəlin, maarifləndirin. Çox sağ olun, bugünlük bu qədər və nəzərinizə çatdırım ki, dostlar, bugünkü Ay Həkimin qonağı Hacettepe Universitetinin məzunu, Azərbaycanda yeganə uzman nefroloq olan Cəbrayıl Cəbrayılov idi. Özünüzə yaxşı baxın, sağlamlığınızı sağlam ikən qoruyun. Hələlik.